Şuşadan İmişli rayonu Xəlfəli kəndindəyəm. Bu Xəlfəli Sovetliyinə daxil olan həm də Kürd Mahmudlu və Hacılı Muradlı kəndləri var. Mən də bu Xəlfəli kəndində doğulub böyümüşəm. Bunlar da mənim kəndçilərim. Qaz turbasıdır. İçində qaz var. Kürd Mahmudlu kəndindən gəlir, Xəlfəlidən keçir, Hacılı Muradlı kəndinə gedir. Kürd Mahmudlu və Hacılı Muradlı kəndlərində. Şimdi müəyyən adamlar çəkdirə bilirlər. Amma bu Xəlfəli kəndində 3 ildir bu qaz çəkilir. Bir nəfərin də evində qaz yoxdur, çəkilmir. 3 dəfə Milli Məclisin tribunasından bu məsələni səsləndirmişəm. Müxtəlif orqanlara məktublar göndərmişəm. Və bir neçə gün öncə də yenə də parlamentdə bu məsələni dedim. Və indi gəldim ki, burada konkret göstərim. Bax, soyuqdur. Mən özüm də hal-hazırda bərk üşüyürəm. Bu qaz turbası da gedir. Şimdi bu insanların o ümumi yığıldığı bir yerdir. Hər bir insanın həyətindən bu turba keçir. Darvazasından çıxanda görür ki, bu qazın turbası gedir, borusu gedir. Amma evində qaz çəkdirə bilmir. Bu turba da burada çürüyür. Dövlət buna xərc çəkir. Azərqaz buna bu qədər xərc çəkdi. Sağ olsunlar. Mən bununla bağlı çox böyük əziyyət çəkdim və qiymətləndirirəm ki, mənim xahişim üzrə bu kəndə qaz çəkildi bu kəndlərə. Amma 3 ildir çəkilib çürüyür, dövlətin pulu gedib, amma insanlara niyə qaz verilmir? Sənəd gətirir, kupça gətirir, sonra indi 10 nəfərdir, 20 nəfər olsun, 30 nəfər, 50 nəfərə çatsın, 50 nəfər, 100 nəfərə çatsın ki, gələk avtoboy həll edək. Bu nəyə başlar? Cəmaat yazıq deyil, evindən çıxır çölə, görür ki, uşağı doğurur, xəstəsi doğurur, evində qocası var və düşünürlər ki, və bizim kəndimizin də bir deputatı var. Bir kəndin deputatı var, bu deputata hörmət qoyub, yaxşı bu qazı çəkdinizsə, əgər burada qaz verilmirsə, bunu niyə çəkirdiniz? Gəlin sökün aparın da. Sökün aparın da. Mən müraciəti eləyirəm Azəriqaza. Müraciət edirəm SOCAR-a və müraciət edirəm hökumətə. Baxın, çağırın, müzakirə eləyin, görün, bu problem niyə həll olmur? Nədir problem? Əgər insanların düşünsəniz ki, hamı sənəd düzəldəcək, bu kənddə hər kəsin o imkanı olmayacaq sənəd düzəltməyə. O imkanı yoxdur. Yaxşı, 10-15 nəfərin imkanı oldu, düzəltdi. Onlar, insanlar bugün 100 manat, 50 manata ehtiyacı olur ki, ailəsini saxlasın. Heç kimin gedib 1000, 2000, 3000, 5000 verib sənəd düzəltmək imkanı hazırda yoxdur. Bələdiyyənin, icra hakimiyyətinin nümayəndəsinin arayışı ilə deyirlər ki, bu ev bunundur, tüküb burada onun arayışı ilə insanlara qaz çəkilməlidir. Yazıqdır ki, vallahi yazıqdır. Mən yeri gəlmişkən, mən bunu öz kəndim, Xəlfəli kəndinin imkanında dedim. Amma Azərbaycanın müxtəlif yerlərində bu problemlər var və bu problemlərə bir dəfəlik nöqtə qoyulmalıdır. Laf günü sabahdan qərar verilməlidir ki, bələdiyyənin və icra hakimiyyəti nümayəndəsinin arayışı ilə insanlara qaz çəkilsin. Allah köməyiniz olsun. Sağ olun.